Mən çox kədərlənirəm. Həqiqətən də bu təşkilatdan, bu yoldaşlardan ayrılıram. Necə olsa da, ayrılıq olsa da mənim üçün xoşdur. Bu yaşa gəlib çatmışam. İllərimi hədər yerə getməyibdir. Xalqıma xidmət eləmişəm. Bu gün mənim son günümdür. 65 yaşına gəldim, təqaüdə çıxıram. Gözəl isti. Bilirsən ki, nəsə eləmirsən də axırı. Nəsə eləmirsən. Bir ailə başçısı, bir baba. İndi gedirəm təqaüdə nəvələrini oynamağa. Sağ olun. Sağ ol. Ən çox kövrəldən odur ki, 65 yaş, hiss edirsən ki, bir sözdən qocalırsan. İnsan qocalmaq istəmir axı, həmişə cavan olmaq istəyir. Bakubas ailəsinin bir parçası olduğunuz üçün sizə təşəkkür edirik.